Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bu günləri sizlərlə ağızda əriyən pambıq kimi yumşaq almalı rulet hazırlayırıq. Bizə 5 ədəd orta boy alma lazım olacaq. Almaların qabıqlarını soyub kiçik kub şəklində doğrayırıq. Tavaya 1 xörək qaşığı kərə yağı əlavə edib, üzərinə 2 xörək qaşığı şəkər tozu və yarım çay qaşığı darçın töküb qarışdırırıq. Doğradığımız almaları tavaya töküb yumşalana qədər biraz bişiririk. Keçək xəmirimizin hazırlanmasına. 1 qaba 400 qram istənilən kəsmik, 1 ədəd yumurta, 1 çimdik duz və 3 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. Daha sonra 50 qram yumşaldılmış kərə yağı və 100 qram da xama əlavə edib $300 qram un və 1 çay qaşığı qabartma tozunu da əlavə edib yumşaq xəmir yoğururuq. Xəmirimizi 2 bərabər hissəyə bölürük. Unlanmış masanın üzərində nazik yayırıq. Hazırladığımız almalı içliyin yarısını hər tərəfə bərabər yayaraq rulet şəklində bükürük. İkinci xəmirə də eyni qaydanı tətbiq edirik. Ruletləri soba listinə yerləşdirib, üzərinə yumurta sarısı çəkirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 25 dəqiqəyə bişiririk. Üzəri qızardısa, demək ki, hazırdır. Və budur, ətirli və dadlı almalı ruletlərimiz hazırdır. İnanın, dadına doyulmur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Abunə olmağı unutmayın, hələlik.